Bəli, əziz Biz Qrup izləyiciləri, biz keçən dəfə söz verdiyimiz kimi demişdik ki, bizim Biz Qrup izləyicilərindən kimsə iflicin altına ən mənalı, ən yaxşı, daha doğrusu mənim yazdığım ideyaya uyğun ən yaxın kommentariyanı, yəni rəyi kim yazsa, onu bugün dəvət edəcəyik və onunla bugün biz söhbət edəcəyik. O adam gələ bilmədi, onun üçün başqa kommentariyanı yazan Tatı Səttar oldu. Kommentari olaraq yəni çox uzun, çox mənalı, çox yəni həqiqətən də doğrudan da o 1 dəqiqəlik videonun açıq izahını verən çox izləyicim var idi. Çox sevinirəm ki, bizim izləyicilərimiz doğrudan da düşüncə baxımından bizə yaxın insanlardır. Yaxşı kommentari yazdın, axtardıq, tapdıq səni, sən də tapdın bizi. Necə istəyirsən özünü? Necədir buradakı vəziyyət? Yaxşı. Görürsən də mən nə hallarda çəkiliş edirəm. Təsdiqləyirdi. Bir balaca xırda olaraq özün haqqında məlumat ver, xırda. Mən Tatı Səttar. Bəs, bu qədər bəs. Mən Tatı Səttar, Qərb Universitetinin məzunuyam. Foto və videolarla da. Məzunusan yoxsa necə? Bu il məzunuyam. Bu bizim üzümüzə vurur ki, mən məzun oluram. Mən bilirsən, məzun ola bilmirəm. Xəbərim var, mən 5-ci kursa qalmışam. İndi onun bu yeri idi, burada sən gəl. Biz qrup izləyicilərinin bu cür gözəl savadlı təhsili və məzun olmasına mən çox sevinirəm. Çox gözəl bir şeydir. Necə bir istəyəm? Diplom verdilər sizə, danış da. Bizi heç belə yəni çağırmadılar, demədilər diplom zat. Oxumaq lazımdır da onun üçün də. Bizim hamımıza ən maraqlı olan bir şey demək olar ki, izləyicilərimizdən ilksən ki, biz hansı ki izləyicimiz olaraq səni bura dəvət etmişik. Yəni bizim üçün də maraqlıdır ki, bizim ilk izləyicimiz olaraq. Sən Biz Qrupu kənardan izləyib bütün videolarımıza baxmısan? Əksəriyyətini. Bütün videolarımıza baxmısan yəni? Hamı baxmışam. Bizim bilirsən nə qədər izləyicimiz var ki, bütün videolarımıza baxıb, amma hal-hazırda burada sən gəl baxma. Get bax gəl. Bizim misal üçün hardasa bir təəssürat yaranır da bu komanda haqqında, gördüyümüz işlər haqqında qısa filmimizə baxmısan? Baxmışam. Adi YouTube kanalları ilə nə ilə seçilir sənin üçün? Daha çox həqiqətdən danışırsınız. Makyajdan deyil də, yeməkdən, Sən mənim makyajdan danışan yerdə fikirləşə bilirsən. Bəli, əziz izləyicilər, Memar İnşaat Universitetində oxuyan oğlan makyaj eləyəcək bir istəyir. Burnu necə balacalaşdırmaq olar? Allahın bir möcüzəsidir bunu bilirsiniz. Yəni ki, heç kəsin danışmadığı sahələrdən danışırsınız da, bu yaxşıdır da. Sırf bizim seçdiyimiz mövzular baxımından sənin xoşuna gəlir, belə deyək. Xoşuna gəlir, dəqiq sənin xoşuna gəlir. Çəkilişdən qabaq, Tati mənə qayıtdı dedik. Tatı. Ürən hansı istəyir? Tahirə. Çəkilişdən qabaq mən qayıtdı. Dedi ki, belə bir problem var. Bu haqqda danışmaq istəyirəm. Problemi birazdan açıqlayacaq sizlərə nədir. Yəni bunu həm də bizim vasitəmizlə bizim də izləyən çox dəhşətli dərəcədə bir insan kütləsi yoxdur. Amma mən inanıram ki, bizi izləyən insanlar doğrudan da həqiqi düşüncədə olan insanlardır deyə böyük bir köməkliyi ola bilər sənin bu çağırışın buradan belə deyək. Buyur, nədən danışmaq istəyirsən? Evcil heyvanlar, ümumiyyətlə ölkəmizdə küçə heyvanı da olsun, onlara olan münasibətdən danışmaq istəyirəm. Ülvin burada dəvət edilir. Yəqin ki, görmüsünüz də, Leyla Əliyevanın qərarı çıxmazdan qabaq ki, küçə itlərini güllələyərək öldürmək olmaz. Buna qədər vəziyyət bərbad idi da. Çox. Hətta o qərar çıxandan sonra belə bu dayanmıyor da bir şey deyimsə, mən özüm Həzaslanımda qalıram və görürəm də küçə itləri keçən yerdə falan, gəlirsən görsən ki, artıq ya gecə öldürüblər falan. Bunların quduz versiyalarını sən qarşısına ala bilərsən də necəsə. Bunun üçün xüsusi dərmanları var, iynələr vurulur ki, itlər sadəcə yuxuya gedir və ölürlər də. Amma onları götürüb şiddət tətbiq edərək öldürmək falan və bunu normal saymaq, mən tutaq ki, onu edən insanlara yaxınlaşıb dedim ki, nəyə görə bu formada eləyirsiniz də, yəni bunun başqa bir metodları da var. Biz dədə-babadan belə görmüşük, itdir də, yəni mənim ona yazdığım gələcək, hələ onu öldürəndə. Mənim uşaqlığa dair belə bir xatirəm var. Mən 7-ci, 8-ci sinifdə oxuyanda məktəbə gedəcəkdim, səhər çıxdım, güllələyirlər itləri. Səhər tez vaxtlar idi. Yəni gözümün qabağında bir iti vurdular və mən hardasa çox uzun müddət mən onun təsirində qaldım. Yəni çox pis təsir eləmişdi. Bu sabah bir gün lap balaca uşaqların gözünün qabağında bu hadisə törədiləndə o düşünəcək ki, bu normadır da. Bu normal və yaxud da onda bir psixoloji problem deyil. Yəni bu çox pis bir şeydir, iyrənc bir şeydir. Yəni nə olsun ki, küçə heyvanıdır. Yəni $1000, $2000 verib xüsusi itlər alır insanlar, saxlayırlar. Amma bunlar da bir canlıdır. Bunların da yaşamağa bir haqq qazanıblar ki, yaşayırlar. Heyvanları almaq üçün pul xərcləmək, ümumiyyətlə pet shopların açılmasına da
qarşıyam mən. Nəyə görə? Çünki heyvan alanda sən özünə dost alırsan, daha doğrusu dost edinirsən və ya bir övlad edinirsən də, ona qarşı pul vermək, onun üçün pul vermək bu düzgün deyil ümumiyyətlə. Pet shopdan ümumiyyətlə şey almağa, heyvan almağa, düşünün övlad edinirsən, uşaq evinə gedirsən, uşağı sənə satırlar. Onun kimi bir şeydir də bu. Yəni ya da dost edinirsən, gəlsən dost üçün pul versən ki, gəl məndən dost ol. Heyvanı almaq üçün yəni pul xərcləmək və ya nəsə etmək məncə bu düzgün deyil də. Sembolik Azərbaycandakı pet shoplara baxın, yəni heyvanlarla necə rəftar edirlər onlarda falan, bu heç yəni ağla sığmaz bir şey və qiymətlər də elə kosmik qoyurlar ki, yəni bu çox anormal bir şey kimi görsənir mənə. Gedib pet shopdan heyvan almaq, sən o deməli həmin siyasəti dəstəkləmiş kimi bir şey kimi çıxırsan da. Misal üçün bəzi səhifələr var ki, Azərbaycanda sırf kimsə itini satmaq falan istəyəndə gedirlər həmin iti özləri alırlar. Sonra pulsuz istəyən birinə verirlər. Var ya Azərbaycanda belə bir şeylər. Nə gözəl bir şey. Ümumiyyətlə Azərbaycanda heyvanlarla bağlı olan çox insanlar tapırlar küçədən aparırlar klinikalara ki, öz pullarına küçə itlərini, hətta şeylər müalicə edirlər, lap pişikləri olsun falan. Bizim də dostumuz var bir dənə Əli baba, o da yəni pişiyi saxlayır, amma pişiyi heç almağa qarşıdır bu insan, yəni öz tapdığı şeyləri saxlayır. Hətta pişiyə görə 3 gün dəlixanaya gedib gələsi oldu bu uşaq. Pişik bunun qolunu cırmışdı, voyinkomatda problem yaratdılar ki, 3 gün dəlixana. Amma yəni ki, heyvan sevmək bu olsa gərək, yəni 3 gün qatlandı o şey, getdi, gəldi. Mən öz itimlə gəzəndə şəhərdə və ya öz evimizin ətrafında... Parodası nədir itivin? Malый пудель. Что? Malый пудель. Как хорошо. Pudelin bir sortudur da, yəni. Pet shopdan almısan itin? Mən almamışam, hədiyyə ediblər də, məsələ orasında. Amma yəni edənlərə belə çox şey etmişdim ki, gələ almazdınız falan. Dvarnyaşka götürsəydim, yəni küçə iti götürsəydim, ondan bəlkə daha xoşbəxt hiss edərdim özümü də və hoşdur. Öz itimlə küçədə falan gəzəndə, keçirsən yolda da, ana öz evladını çox ki yerizdirir də küçədə, olur da elə meyvə gətirib yenəsə yeləcəkdə, yelədə yezdirir. Uşaq yeməyi yemir və anası qayıdıb iti görür ki, bax, yeməyi yeməsən itə deyəcəm, gəlib səni am eləsin, gəlib səni dişləsin. Mən sırası oradaca deyirəm ki, yo, mənim itim dişləmir. Ümumiyyətlə, heç bir it sən ona şiddət göstərməyəcək, səni dişləməyəcək, dəyməyəcək səni də. Və o vaxtı valideyn qayıdıb mənə qaş göz edir ki, sakit dur da, qoy o qorxusundan yemək yesin də. Əksinə sən onu motivasiya elə ki, sən yeməyi yesən, gedib itlə oynaya bilərik falan, bu cür şeylər. Düzgün yanaşmadır, misal üçün. Mən, misal üçün, burada Ülvi, o itdən qorxur. Onun üçün, misal üçün... Uşaqlıqla bağlı olan bir şeydir. Uşaqlıqla bağlı olan bir şeydir. Uşaqlıqda arxasıca qaçanda... Yeməyi yeməyəndə am eləyiblər səni Ülvi. Hə? Bəs niyə itdən qorxursan Ülvi? Bağda sıxmadım. Sən bu məsələ orasında da, mənim uşaqlıqda arxamca it düşüb qaçırdı da. Siz qaçan yerdə mən belə elədim. Mən qaçıram, o mənim arxamca düşür. Amma dayananların arxasınca düşmüyor bu it. Mən birdən dayandım, it də dayandı. Yaxınlaşdı, məni yaladı, oynadı falan. Siz onu dərk eləməyə lazımdır. Bəlkə sən dayansaydın, səni də yalayardı. Sən o itdən qaçsan, ona qarşı qorxunu göstərsən, o insan kimi deyil də. O baxanda başa düşmür ki, sən ondan qorxursanmı, ona şiddətmi göstərirsən. Onlarda sadəcə reflektiv olaraq sənə qarşı artıq şey göstərəcək də. Yəni bizim başımıza belə bir hadisə gəldi. Kamillə gedirik. Bizim bu ərazidə qalan itlər biraz belə başqa cürdürlər. Yəni ərazi baxımından bəlkə itlər dəyişir. Yəni 28 tərəfdə olan it tamam başqadır, burada olan it başqa. Burada ya paxotkası da başqadır belə. Biz Kamillə gedirdik. Kamil çox belə itdən qorxan deyil. Amma baxır nə dərəcədə də, yəni bir dənə itdən qorxmaz. 5 dənə oldu, biraz belə, 10 dənə oldu, Kamili görənməzsən. O boyda bəs adam qaçır da, yəni başa düşün. İtlərin dirəndə belə duruşu, zadı başa düşün, belə başqa cürdür. Biz tini döndük, bir dənə it belə şey oldu ki, sən xeyir ola da başa düşün. Qaqa burada qalansanız. Bir dənə it idi deyə biz çox belə şey olmadıq. Yəni bir dənə it. Bunun arxasıca bu 5 dənə qaqaş çıxdı belə. Belə yəni var arasında zor. Fırlandım ki, Kamil qorxma deyim. Kamil yoxdur. Kamil belə bu vəziyyətə tutdum da. Yaradana sığınıb bir dənə daş götürdüm əlimə. İndi sən denən ki, sən səhv eləmisən, amma çırparam mən. bu itlərə birləşəcəkdi. O düz yürüdü. Ala burada qalansan sən. Təkşirlər də. Bir dəqiqə bir şey deyim mi? Bu uşaq qorxur. Açığın deyim, Kamil o 5 dənə itdən daha çox dəyərlidir mənim üçün. 8 dənə olsa bəlkə dəyişərdi, amma 5 dənə itdən
biz qarşılıq verməsəydik bunlara, bunlar napadaniya kəsirdilər. Yəni üstümüzə cumurdular. O alışıb da artıq o münasibətə ki, bilir ki, yəqin siz ona nəsə eləyəcəksiniz ki, əli və daş götürdün də nəticə olaraq, elə deyilmi? Neyniyim? Məsələ orasında 5 dənə etdi, 5. olsun da necə olur olsun, sən qorxuvu və əsəbivi, nə bilim nəyi bizə deyim, ona göstərmədikcə Çox belə əsəb zad yox idi. Gün var belə söydü. Bu sənin belə zad. Sən niyə? Bu yəni Kamili müdafiə eləmək üçün. Kamil məni pis vəziyyətdə qoydun burada. Yəni sən deyirsən ki, üstümə cuman itə də heç belə, yəni ki, ay Allah. Elə bir şey eləmək olmaz axı. Niyə boş-boşuna sən üstünə cumsun? Nəsə təşviq eləməlidir də o iti ona etməsi üçün. İt yalnız quduz olanda insanın üzərinə hücum edir ya da ki, artıq alışıb o münasibətə insanlardan bir şey görməyə ki, insanlar hər yaxınlaşanda onlardan qaçır, uşaqlığını çəkir və ya nə bilim, itə nəsə atır ki, yaxınlaşma uşağa, yaxınlaşma mənə. Amma itlərdə də belə bir xüsusiyyət var. Bizi buradan izləyən itlərə deyirəm. İtlərdə belə bir xüsusiyyət var. Biraz çox olsalar, yəni bu sürü rejimi deyilən bir şey var. İnsanlarda da elədir də. Sən tək gedəndə daha biraz şeysən. Mənim üçün fərqi yoxdur. Daha yəqin ki, parklarda falan görmüsünüz də, işarələr olur, zibil atmayın falan filan. Park deyə bu başa düşürsünüz və orada it olmaz işarəsi də var. Səbəbini də bilirsiniz nəyə görədilər? İt batırar birdən otu. Yəni mərməri it batırsa bu çox normaldır da, mərmərin üstündə itlə gəz, amma it gedib otun üstündə gəzməz. Parka çıxırsan itlə də 5 dəqiqədən sonra yaxınlaşırlar ki, o iti otun üstündən götürün falan. Yəni biz insanların başını şeydə yəqin ki, işləmir də mənim itimin arxasınca yığışdırın bu boyda parkda. Bəlkə də eləyənlər yoxdur. İnanın, bütün it saxlayan hamı edir bunu. Hamı edir yəni bunu, həqiqətən. Düşün ki, iti nə etməyib, başqa bir iti sən nəyə görə saxlayırsan da, artıq it alırsansa özüvə, ona sən artıq it gözü ilə baxmırsan da. Mənim öz itim, misal üçün, 24 saat belə evdə tək qalsa, heç vaxt evi batırmır. Gözləyir ki, biz gələk çölə çıxardaq. İtin vəziyyətini şaşırmır. Orada yekə qıssan ürəyim vardı. Əlində də avtobası ilə azalır. Çəkil. Bəli. Məsələ tərbiyədən gedir. Onu demək istəyirəm. Bu bir, parklara itlərlə girə bilmirik. İti bir yerdən başqa yerə daşımaq istəyirsən, metroda icazə yox. Mən misal üçün bugün Muzanı çox istəyərdim sən bura gətirəsən, izləyicilərimizə göstərək, burada onu biraz oynayaq eləyək. Sən qalırsan Həzidə, bizim ofisdə uzaqlarda bir yerdə məsafələr var. Amma sən onu bugün normal bir şəraitdə, yəni taksiyə minməsən, gətirməzsən. Mən evdə iti çox saxlaya bilmirəm tək. Ümumiyyətlə, heyvandır da bu, insan kimi. Sən evdə bütün gün otursan, dəli olarsan yəqin ki də. Çıxıb gəzmək istəyirsən, oynamaq istəyirsən, bu da onun kimi bir şey. 24 saat mənə tualetə buraxmasalar, mən çox pis olaram. Mən deməli metropolitenə yaxınlaşdım. Dedim ki, mən işləyirəm, iti evdə çox tək saxlaya bilmirəm, özümlə aparmalı oluram. Aparmaq istəyirəm daha doğrusu. Dedilər ki, kartı varsa keçsin. Dedim ki, qəfəsə qoyub apara bilməyəcəm. Yəni ağır olacaq mənim üçün. Qəfəs özü bir 5 kilodur, it özü bir 10 kilodur. Mən onu apara bilməyəcəm. Dedim ki, xüsusi bir çantalar var, pet bag deyirlər ona. Körpə uşaqları görmüsünüz də, valideynlər necə sumka kimi asırlar, qabaqlarından aparırlar. Eyni onun it versiyası var, sadəcə 4 dənə ayaqlıdır. İti özünə bağlayırsan, daşıyırsan da, yəni o it oradan ümumiyyətlə tərpənə də bilmir də. Sadəcə oturur, baxır ətrafa, gəzir də, yəni körpə uşaq necədirsə, o da o formada olur içəridə. Prosta insanlara qəribə gəlir də, yəni. Həqiqətən elə oldu da, küçəyə çıxırdım, bilirdiyiniz, yəni oğlanlar, qızlar, qadınlar, hamı da yəni qəribə baxırdı falan. Siz özdə həmən vaxtı yanımda şey gəzirdi, bir qadın gəzirdi, öz uşağını o formada asmışdı, mən itimlə o formada yan-yana gedirdim. Bu cəmaət üçün belə qəribə bir... Neçə aylığınız var, belə söhbət yaranır da. O metroya o itdən daha təhlükəli və daha mındar insanlar girir. Yəqin görmüsünüz də metroda oturur hansısa bir alkaş bütün stansiyaları gəzir ki, yatıb yuxusunu alsın da. Ondan bir iyi gəlir ki o vaxtda. İynəmək daha üstün tutarsa, nəinki həmən insanı da. Mən ikisini də iynəmək üstün tutmam amma mən niyə durum gəmir iti... Mən niyə belə bir şey deyirəm? Hamını sevə bilməlidir, elə deyil. Əlbəttə. İki cür şey var da, ya sən sevmirsən, ya da sevirsən də, amma artıq nifrət etmək, şiddət göstərmək bu ifrat dərəcəsidir. Yəni sevmirsənsə, okey, sən məcbur deyilsən mənim itimi gəlib oynatmağa və ya onu sığallamağa və ya... Amma sadəcə yan keçəcəksən də onun yanına. Hə, yəni ona əks bir şey eləməyəcəksən, düzdür. Sən o iti sevmirsən deyənə, ona şiddət göstərmə. Nəyə görə sən mənim itimi görəndə rədd elə bu iti ora, ya məni də söymə
etməlisən arada. Elə şeylər də var. O qədər olur ki, parka girsən itlə ki, gəzdirəsən iti, bütün başlayır xalaşqalar falan ki. Xalaşqalar? Siz o sözü başqa mənada istifadə ediniz. Uşaqlar tərpənir deyir ki, hansı park? Hansı? Qadınlar falan başlayırlar ki, yığışdır o iti, uşaqlar var, görmürsənmi, başın xarabdırmı? Yəni belə gəldiyin kimi dala qayıdırsan da itlə də. Halbuki oradakı uşaqları görsən, mama niyə elə deyirsən, qoy oynayım falan deyirlər. Amma anası yox, dəymə, qətiyyən nə bilim nə, uşağı spirtləyirlər əlin ki, əli vurub, nə bilim bu şeylər mənə çatmır. Sən sevməyə bilərsən də, ya da sən özün qorxa bilərsən. Mən bu vaxta qədər, yəni cəmi bircə dənə valideyn görmüşəm, tanımadıqlarım arasından da. Yəni yolda gəzən yerdə atası özü uşağını gətirdi ki, itlə oynasın. Başladı ona şey eləməyə ki, itlər yaxşı. Axırda nömrəsini zaten vermədi sənə? Yox, əlbəttə ki. Yaxşı məqsədlə yanaşmışsın. Əlbəttə ki, yəni Yəni var elə bir məqsədlə yanaşan mı? Özü izah elədi ki, bəs mən qızıma da özüm it alacağam, gözləyirəm özü hələ biraz böyüsün, parodalara ayıra bilsin, özü qulluq edə biləcək bir səviyyəyə gəlsin, çatsın. İndidən sadəcə olaraq heyvanları sevdirirəm. Biz bugün ilk izləyicimizlə gözəl bir söhbətimiz elədik. Çox yaxşı alındı bu söhbətimiz. İnşallah ki, gələcəkdə tez-tez belə bir şeylər eləyəcəyik. Məsəl üçün, mənim çox xoşuma gəldi ki, tək izləyici kimi gəlib oturma. Burada sən öz mesajını da verdin, öz düşüncəni də insanlara göstərdin. Diplom alırsan, bunlar hamısı gözəl şeylərdir. Yaxşı bir mesaj verdin. Ümumiyyətlə, bizim də istəyimiz budur ki, insanlara yaxşı mesaj vermək və onlarla yaxşı bir mövzu ətrafında həmsöhbət olmaq. Bunu da elədiyinə görə sənə Biz Qrup ailəsi adından təşəkkür edirik. Bir alqışlar gəlsin.